Qaradağın görkəmli şairi, şair Səttar Gülməhəmmədi bir şeir yazıb, onu oxuyun hikmətcə. Min bir dərdim havalandı sinəmdə, buyur mənə bir şərəmi salaşır. Qan ağlasın ürəyimdən didən də, sən də baxıb hər dərdini bilaşır. Buyur mənə bir şərəmi salaşır. Hər elə, bir ürək gözməz belən istilə. Dərd böyürdür, bən çıxartmaz səhzilə, qırılmasın sazındakı tel aşı. Buyur mənə bir şənəmi çalaşı. Könlüm yaman istəyir, bax, belə bir yarıq kərəmi sas havasında. Abbası qurbanı gətirək ya da dilgəni dindirək öz havasında. Qızıl Vəhdən alı Zoddan Abdullah, Əsəd məclis quran Nəcəf qıyvura, Ələskər nənimə başda otura bəhs edə üstadlar söz havasında. Hey, bir güzar edəydim Abdal Gülaba, görəydim nec oldu Valih Beynaba. Mollacıma pərdələrin axtara sizə ismi Pünhannas havasında. Şahbazı aldım soranı, vurğuna yattım hələlik ceyran bulağı. Çağırıp şəmşiri qocaman çağın oyada bileydim yas havasından. İmran cəhcəh bura alasan ləzzət, mahir sənətkardır sazda adalət. Fəxrəddin çatan yox əşbərə fəqə, şirin ləhcəsində düş havasında. Aman aşırasına danış bilən var, Cəbraildən Zəngilandan gələn var. Burada qızı, burada oğlu ölən var, qəm pərdəsin qəm üstünə sal aşır. Buyur mənə bir şərəmi çalaşır. Sağ ol, sağ ol. Oyan oldu gör nələr. Verən qalıb ana yurdun kəlbəzər. Ruhum məndən inciməsin ələsər. Gələnmədim uzaq düşüb yol aşır. Buyurun mənə bir şərəmi çalaşır. Sağ ol, sağ ol.
uşaqlar toxundu simə. Eşqin zamanı çəkdik ədalət. Taş Əhməd, qəm kədər laylasını oxundu simə, ağlayıb göz yaşını töydük ədalət. Dilgəmilə Yahya bəylə görüşüb. Zarımcıda saçlarına dən düşüb. Qəbr evindən İbrahim'i soruşub, gözünü yollara tikdik ədalət. Qətlə ümitləri leysan eyləyib. Devirlə zamanla üsyan eyləyib. Zülmət baxışları söktün ədalət. Neçə dahiləri məhv etdi zaman. Kaman saza döndü, saz oldu kaman. Yandı yazıq Kərəm öldü, ziyafları açaşıb bölündü bütün ədalət. Ömür boyu mütfəsil, bax bu telli sad eşqi ilə zəliləm, zəlil. Vallahi nəsib usladındı buna nə dəlil, sənət aləmində təkdin ədalətdir.